bölü 2 sıx x bərabər köşədə üst tənliyini həll edin. Biz bilməliyik ki, kosinus, sinus, tangens, kotangens pi bölü 2-də və 3 pi bölü 2-də, yəni 90 və 270 dərəcədə adların dəyişir. Kosinus sinusa keçir, sinus kosinusa keçir. İndi burada kosinus verib, pi bölü 2-də adın dəyişib olacaq 2. Sinus x bərabərdir kök altında 3-ə. Yəni pi bölü 2-də adın dəyişdi. Sonra, buradan sinus x-i tapsam, sinus x bərabərdir kök altında 3 bölünsün 2-yə. X-i tapsam buradan, x bərabərdir mənfi 1 üstündə k. Kök altında 3 bölü 2-ni neçə dərəcədə alır? 60 dərəcədə alır. 60 dərəcədə radyanla ifadə etsək, pi bölünsün 3. Plus pi k olmuş olacaq. Sualın doğru cavabı mənfi 1 üstündə k, vurulsun pi bölü 3 plus pi k A variantı olacaq. 2 nömrəli sualda. Keçək indi isə 3 nömrəli suala. 3 nömrəli sual həm də siyahət bir sualdır. Bir hündürlüyü 4